Deyirlər qar yağacaq, yollar da buz bağlayacaq. Bunu biz yox, Milli Hidrometeorologiya Xidməti deyir. Gündəm xəbərin efirində isə 4 fevral tarixli və ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, Azərbaycanda fevralın 5-də qar yağacağı, yolların buz bağlayacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin fevral ayının 4-dən 5-nə keçən gecə və eyni zamanda axşam bəzi yerlərdə yağıntılı olacağı, hətta qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi, gündüz isə şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq. Gündüz isə 2-4 dərəcə isti olacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi şəhər ətrafı ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Odur ki, diqqətli olun. Azərbaycanın rayonlarına gəlincə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə yağıntının intensiv olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz isə əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq və mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz isə 5-9 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə hətta 8-13 dərəcə şaxta olacağı ehtimalı var. Gündüz isə 0-3 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda isə yolların buz bağlama ehtimalı mümkündür və bununla bağlı mütəmadi olaraq xəbərdarlıq eləyirik. Odur ki, avtomobil idarə edərkən yaxud da ki, yolda hərəkət zamanı maksimum dərəcədə diqqətli olmaqda fayda var.